Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə 11-16-cı yüzillik Türk xalqlarının mədəniyyəti mövzusu barədə danışacağıq. Başlayaq. İlk öncə fotoda görünən bizim Nizamiye mədrəsəmizdir. Nizamiye mədrəsəsi Böyük Səlcuq dövləti tərəfindən inşa etdirilib. Hökmdar Alparslanın zamanında onun vəziri Nizamülmülk Bağdad şəhərində Nizamiye mədrəsəsini inşa elətdirmişdir. Bağdad dünyanın, həmçinin müsəlmanların ilk universiteti sayılır. İlk universitet Türklərdə, ümumiyyətlə müsəlmanlarda mədrəsə, universitet, yəni ali məktəb mənasına gəlirdi. Bağdad mədrəsəsi, yəni öz adı ilə Nizamiye mədrəsəsi bu dövrün ilk mədrəsəsidir və dünyanın ilk mədrəsəsi, ilk universiteti sayılır, hesab olunur. Ən böyük, ən geniş ərazini əhatə edən bir universitet idi. Alparslanın vəziri Nizamülmülk tərəfindən sağlanmışdır və burada sadəcə olaraq dini elmlər yox, həmçinin də belə deyək ki, dünyəvi elmlər, riyaziyyat, filologiya, astronomiya, həmçinin tarix, coğrafiya kimi digər fənlər də tədris olunurdu. Azərbaycan tarixindən bildiyimiz kimi bu dövrdə Bağdad mədrəsəsində Xətib Təbrizi kimi bizim bir müəllimimiz fəaliyyət göstərmiş və digər tərəfdən Ömər Gəncəyə adlı bir tələbəmiz də məhz elə buranı Bağdad mədrəsəsini oxuyub bitirmişdi. Bundan başqa biz bir də Azərbaycan tarixində Şərqin ikinci ən böyük mədrəsəsini tanıyırıq. Rəbi Rəşidi mədrəsəsi. Rəbi Rəşidi mədrəsəsini yada salsaq Təbriz şəhərində yerləşirdi. Fəzlullah Rəşdəddin Laki dövlətinin vəziri tərəfindən sağlanmışdı Təbriz şəhərində və dövrünün ümumiyyətlə Bağdad mədrəsəsindən sonra ikinci ən böyük mədrəsəsi hesab olunurdu. Bu barədə də yadımıza saldıqsa keçdik. Bu dövrün biz belə deyək 11-13-cü əsrlərdə, daha doğrusu 11-16-cı əsrlərdə yaşamış türk alimləri barədə danışaq. Ömər Xəyyam astronom olubdu, həmçinin o dövrün məşhur şairi olub, riyaziyyatçısı. Bundan başqa filosofudur. O Məlik Şahın belə deyək köməkçisi olub. Məlik Şahın şərəfinə Cəlali təqvimi adlanan bir təqvim də hazırlamışdır. Bundan başqa onun dövründən danışası olsaq, Ömər Xəyyam ilk dəfə yerin günəş ətrafında fırlanması barədə bizə məlumat verir və həmçinin miladi təqvimdən daha dəqiq belə deyək ki, təqvim hazırlamışdı. Onun təqvimi miladi təqvimə baxanda bugünkü gündə hazırlanan təqvimdən daha dəqiq idi, daha dəqiq hesab olunurdu. Məlikşah cədvəli. Məlikşah cədvəli nədir? Məlikşah cədvəlində isə o astronomiya elminə yeni məlum olan 100-ə yaxın ulduz bürclərinin adlarını müəyyən edib yazmışdı. Bu oldu bizim Ömər Xəyyam. Davam edək. Danışaq Mahmud Kaşqari. Mahmud Kaşqari dövrünün astronomu, həmçinin də əsas dilşünası olubdu. Belə ki, o astronomiya sahəsində ulduz bürclərinin türk dilinə görə adlandırmışdır. Məsəl üçün, bildiyimiz kimi biz türklər heyvanlara daha çox inanırıq. Müxtəlif ulduz bürclərinə sıçan, öküz, bəbir, ilan, at, bu kimi heyvan adları ilə onları adlandırıb ulduz bürclərinə türk dilində ad vermişdir. Divan-ı Lüğət-i Türk. Mahmud Kaşqari biz deyiləndə ağlımıza ilk öncə Divan-ı Lüğət-i Türk əsəri gəlir. Belə ki, o bu əsərində çoxlu sayılı türk dilində sözlərdən, ifadələrdən söhbət açmış. İlk dəfə Divan-ı Lüğət-i Türk əsərində o türklərin yaşadığı xəritəni verib bizə. Həmçinin Mahmud Kaşqari görün, dilşünas olasan bir xəritə hazırlayasan öz əsərində. Həmən xəritədə türklərin mərkəzi kimi Balasaqon şəhərini təsvir edir o. Balasaqon yadımıza düşürsə Qaraxani dövlətinin paytaxtı idi. Balasaqon şəhərini türklərin mərkəzi şəhəri hesab edirdi o. Türklərə aid olan ilk xəritələrdən birini o öz Divan-ı Lüğət-i Türk əsərində bizə vermişdir. Bu əsərin yazılma tarixi Anadolu Səlcuqlu dövlətinin yaranma tarixi ilə də üst-üstə düşür yeri gəlmişkən. 1077-ci ildə o bu əsəri tam şəkildə yazıb hazırlamışdır. Davam edək biz danışaq. Bu dövrdə kimin həyatından görək kim gəlir? Uluq bəy. Uluq bəy
Teymurilər dövlətində də danışanda bildiyimiz kimi o həm hökmdar, astronom olmuşdur. Belə ki, hakimiyyətdə olduğu 2 il ərzində sırf özünü elmə adamışdı. Hakimiyyətə gəlməmişdən qabaq şahzadə olduğu dövrdə də Səmərqənd rəsədxanasında özü belə deyək ki, araşdırmalar aparırdı və heç bir zamanda bu rəsədxananı tərk eləmirdi. O özü bir cədvəl hazırlayır. Cədvəldə isə ay və günəşin orbitlərini müəyyənləşdirir. Həmçinin onun astronomiya elmində etdiyi kəşflərinə, ixtiralarına görə gələcəkdə müasir dövrdə ayın xəritəsinə məhz Uluq bəyin də adı daxil edilmiş. Buralar olan meteoritlərdən birinə məhz Uluq bəyin adı verilmişdir. Davam edək, biz danışaq kimdən? Danışaq biz Qütb minardan. Ümumiyyətlə Qütb minara gəlməmişdən ilk öncə uzaq şərq ölkələrində mədəniyyət barədə sürətli bir məlumat verək. Farmakologiya. Farmakologiya nədir? Farmakologiya dərman bitkilərini öyrənən elmə verilən addır və farmakologiyanın vətəni Çin hesab olunur. Bunu yadımızda saxlayaq. Həmçinin Çin coğrafiyaşünaslarından da biz danışmalıyıq. Əsasən ad bildirmirik. Sadəcə olaraq Çinlilərin Hindistandan Afrikaya qədər, Hind okeanından Afrikanın şimal sahillərinə qədər üzmələri, dənizçiliklə məşğul olmaları, bu dövrdə bir sıra xəritələr çəkib hazırlanmaları, belə deyək ki, dünya xəritəsinin toparlanmasında, coğrafiya elminin inkişafında mühüm rola malikdir. Bundan başqa biz tibb elminin inkişafında farmakologiya elminin mərkəzi olaraq Çini bildirdik. Həmçinin də biz Türk dövlətləri içərisində bu dövrdə Darüşşəfaların olması barədə məlumat verək. Darüşşəfa ərəb dilindən xəstəxana mənasına gəlib çıxır. Həm Ədirnə şəhəri, Osmanlının paytaxtı Ədirnədə və həmçinin də ki, Azərbaycanın bu dövrdə mövcud olmuş dövlətləri olsun Qaraqoyunlu, Ağqoyunlu, olsun ondan qabaqki olan Eldənizlər, digər dövlətlərdə Darüşşəfalar fəaliyyət göstərirdi. Yəni xəstəxanalar. Davam edək. Bu dövrdə biz artıq 13-14-cü əsrdə Türk xalqlarında hələ formalaşmayıb, daha doğrusu Osmanlılar hələ bunu kəşf edəcək. Osmanlılara gələnə qədər, ümumiyyətlə Avropa ölkələri kəşf edilənə qədər ilk dəfə barıt Çin tərəfindən bu dövrdə kəşf olunur. 13-14-cü üzr istəyirəm. 13-14-cü əsrlərdə artıq Çində barıt kəşf olunmuşdu. Daha sonra barıtdan odlu silahlar hazırlanacaq Avropa və Osmanlı dövlətinin ərazisində. Bu dövr üçün biz danışaq Molla Nəsrəddin hekayələrindən. Molla Nəsrəddin haqqında yəqin ki, hər biriniz bir hekayə eşitmişsinizdir. Bu həm belə deyək, satirik, həmçinin də humoristik xarakter daşıyan bir türklərin şifahi xalq ədəbiyyatı qəhrəmanıdır və onunla bağlı bir sıra lətifələr, bir sıra aforizmlər formalaşıb bugünkü gündə türk xalqlarının mədəniyyətində də mühüm rola malikdir. Həmçinin Azərbaycan tarixində də Molla Nəsrəddin barədə bir sıra lətifələrə biz rast gələ bilirik. Gələk danışaq indi isə memarlıq və incəsənətimizin hissəsinə. Memarlıq və incəsənətə gəldik. İlk öncə şəkildə gördüyümüz abidə haqqında danışaq. Dehli Sultanlığı haqqında biz danışanda bildirmişdik ki, Qütbəddin Aybək tərəfindən Qütb minarı adlı bir belə deyək ki, memarlıq kompleksi inşa olunmuşdu. Bu qırmızı qum və həmçinin ağ məxmərin bir-birindən istifadəsi nəticəsində formalaşmış çox möhtəşəm bir memarlıq nümunəsidir və 13-cü yüzillik Dehli Sultanlığının ən mühüm belə deyək ki, memarlıq nümunələrindən biridir. Yadda saxladıq. Deməli, harda yerləşir? Dehli şəhərində Qütb minarə Dehli Sultanlığında Qütbəddin Aybək tərəfindən inşa olunmuşdur. Davam, qarşımıza indi isə çıxır Gür Əmir türbəsi. Düzmü açmışıq. Gür Əmir türbəsi. Bəli. Ardıcıllıqla baxsaq, ilk öncə Gür Əmir türbəsindən danışaq. Gür Əmir türbəsi Teymur ölümündən sonra 1405-ci ildə onun qəbri üzərində belə deyək, onun mavzoleyı kimi. Türbə bildiyimiz kimi müsəlman ölkələrində hər hansısa bir ölən şəxsiyyətin üzərində ucaldılan memarlıq kompleksidir, qəbir abidəsidir və bu da Əmir Teymurun türbəsi sayılır. Gür Əmir türbəsi. Burada Teymurun qəbri yerləşir və
Bu Güləmir türbəsinin ərazisi xəritədə əgər sizdən göstərildiysə Səmərqənd şəhəri ərazisində yerləşir. Deməli, Güləmir türbəsi Teymur dəfn olunub burada. Harada yerləşir? Səmərqənd şəhərində. Davam edək. Şah İzində məqbərəsi. Şah İzində məqbərəsindən biz əgər ki danışırıqsa, burada biz bunun Teymur intibahı dövrünə aid olan və belə deyək ki, şərq memarlığı nümunəsində hazırlanmış olan bir məqbərə olmasından bəhs etməliyik. Sadəcə ümumi bir məlumat, bu abidələr ümumiyyətlə həm Güləmir türbəsi və həmçinin Şah İzində məqbərəsi hər ikisi 13 deməyək 14-15-ci əsrə aid olan Səmərqənddə inşa olunmuş memarlıq abidələrindən biridir. Şah İzində Teymur intibahı dövrünə aid olan sadəcə şərq memarlığı üslubunda tikilmiş bir memarlıq kompleksidir. Əslini yadda saxlayaq 14-15 və yer Səmərqənd şəhəri. Uluqbəy mədrəsəsi və yaxud məqbərəsi daha doğrusu. Bu isə artıq 15-ci əsrə konkret olaraq aiddir. 15-ci əsrdə inşa olunub Səmərqənd şəhərində yerləşir və adından göründüyü kimi elə Uluqbəyin özü tərəfindən inşa etdirilibdir. Biz Səmərqənddə yerləşən abidələr haqqında danışdıq. Güləmir türbəsi, Əmir Teymur burada dəfn olunub. Şah İzində məqbərəsi, bu Teymur intibahı dövrünə aid bir abidədir, Səmərqənddə yerləşir və Uluqbəy məqbərəsi, bu da yenə Teymuri hökmdar olan Uluqbəy tərəfindən inşa olunub və 14-15-ci əsr memarlığına aiddir. Səmərqənddə yerləşirlər. Davam edərik. Gələk 15-ci yüzillik İstanbulda inşa olunan abidələrimizin sırasına. Hal-hazırda biz burada görürük Topkapı Sarayı, daha sonra görürük biz burada Fənərbağça Sarayı və bir də Çinili köşkün şəkli hardasa itibdir. Bir də bu dövr üçün yoldaşlar 15-ci əsrdə Çinili köşkümüz var. Bu üçü Osmanlı memarlığına aid 15-ci yüzillikdə İstanbulda tikilən saraylardır. Yadda saxlayaq Topkapı, Fənərbağça və Çinili köşk. Davam edək. Bu dövr Çin qab-qacaqlarından da danışmaq lazımdır. Yəqin ki siz Çin qab-qacaqlar, Çini qablar ifadəsini eşitmiş olarsınız. Bir sıra belə deyək ki, nənə babalarımızın evində əsasən bu tipli Çini qablara rast gəlmək olur. Əgər ki siz o Çini qaba əlinizi vursanız, ondan bir zil səs ortaya çıxır. Belə zil səs çıxan qablar, belə cingiltili qablara tarixdə Çini qablar deyirlər. Çini. Və bu Çin mədəniyyətinə aiddir. Bundan başqa Çində bu dövrdə ilk dəfə not yazısı kəşf olunubdur musiqidə. Artıq notların simvolları hazırlanıbdır. Notların simvolu ilk dəfə harda? Çində hazırlanıb. Bunun üçün yadda saxlayaq. Və bir də bu dövrdə Çində bir məbəd quruluşlarımız var. Bunlar da adlanır pagodalar. Çin barədə yenə bir şey barədə danışdıq. Çini qablar, cingiltili səsli qablara deyilir. Çinlər ilk dəfə bu dövrdə musiqinin notlarını kəşf elədilər və Çinlər ilk dəfə bu dövrdə pagodalar adlanan məbədlər inşa eləməyə başladılar. İndi isə gəlin şəkildə görsənən şəxsiyyət barədə, məhz elə Piri Rəis barədə məlumat verək. Piri Rəis Osmanlı dövlətində 16-cı əsrdə yaşamış dənizçilərdən biridir və özü məşhur iki xəritə hazırlayıb. Birincisi dünya xəritəsidir ki, dünya xəritəsini Sultan Səlimə təqdim eləmiş və o burada dünya xəritəsində Amerika qitəsinin xəritəyə də daxil eləmişdir. 16-cı əsrdə Amerika adlanan bir qitənin mövcudluğu barədə Piri Rəisin məlumatının olması türklərin bu dövrdə coğrafiya sahəsindəki biliklərindən xəbər verir. Digər tərəfdən Piri Rəis bundan başqa Bəhriyə adlı bir dəniz atlasını da daha sonra Sultan Süleyman Qaniyə göstərmiş. Həyatı faciə ilə bitmiş. Sultan Süleyman Qani onu edam elətdirmişdir. Davam edək. Piri Rəisdən keçək, danışaq Övliya Çələbi. Övliya Çələbi Azərbaycan tarixində onun adını biz mədəniyyətdə çox görürük. Belə ki o təxminən 15-16-cı yüzilliklərdə yaşamış bir belə deyək ki səyyahlardan biridir.
10 ciltlik Səyahətnamə əsərinin müəllifidir və o Səyahətnamə əsərində Azərbaycan haqqında bizə çox dəyərli, qiymətli məlumatlar verir. Təbriz, Şamaxı, Gəncə, Bakı şəhəri gəzib bütün şəhərlər haqqında geniş şəkildə səyahətnaməsində məlumat verərək o dövrün mənzərəsini bizim gözümüz qabağında canlandırır. Övliya Çələbi kim oldu? Övliya Çələbi Səyahətnamə adlı əsərin müəllifi. Yalnız Osmanlı üçün yox, həmçinin Azərbaycan şəhərləri barədə səyahət elədiyi bütün şəhərlər haqqında geniş məlumat bizə təqdim etmişdir. Davam edək, biz indi danışaq Sinan Xocadan. Mimar Sinan, yəqin ki bu adı eşidibsiz, Memar Sinandan söhbət gedir. Memar Sinan ümumiyyətlə Osmanlı tarixinin belə deyək, Əcəmi Əbubəkir oğlusudur. Əcəmi Əbubəkir bizim bildiyimiz kimi Azərbaycan mühəndislər şeyxi idi, memarları şeyxi idi. Belə deyək ki, o Şəmsəddin Eldənizin zamanında Naxçıvanda bir sıra memarlıq nümunələri tikmişdi. Naxçıvan memarlıq məktəbinin əsasını qoymuşdu. Eyni şeyi biz Mimar Sinan Xoca üçün də deyə bilərik. Onun dövründə ən məşhur onun tikdiyi abidə Səlimiyyə məscididir ki, hal-hazırda şəkildə siz onu görürsünüz. Bunu o 2-ci Səlimin təlimi ilə, belə deyək, təlimatı ilə inşa elətdirir. 2-ci Səlimin təlimatı ilə 1568-ci ildə Səlimiyyə mədrəsəsinin tikintisi başlayır və 1575-də yekunlaşır. Mimar Sinan özü deyirdi ki, bu, yəni Səlimiyyə məscidi mənim ustalıq əsərimdir. Ən yaxşı ustalıq əsərim məhz elə Səlimiyyə məscididir. Və hətta 2011-ci ildə UNESCO-nun maddi mənəvi irsi qoruyan ümumdünya irs siyahısına da məsələ bu daxil olmuşdur. Səlimiyyə məscidi. Bundan başqa bu dövrdə Mimar Sinanın adı ilə bağlı olan 16-cı yüzillik belə deyək ki, cami deyirlər türklər, yəni məscidlərindən. Digərləri isə Süleymaniyyə cami və Şahzadə camidə, məsələ İstanbulda yerləşir məscidlərimizdir və beləliklə biz Mimar Sinan Xoca haqqında da danışdıq. Bu üç abidəni unutmuruq. Hal-hazırda gördüyünüz Səlimiyyə məscidi, daha sonra bir məscid daha Şahzadə məscididir. Bir digər məscid isə adlanır Süleymaniyyə məscidi. Bu məscidlər ilə birlikdə biz Mimar Sinanın da dövrünü sona çatdırırıq. Ümumiyyətlə, beləliklə biz türk memarlığı barədə 11-16-cı yüzillik barədə danışdıq. Ümid edirəm sizin üçün çox açıqlayıcı oldu. Növbəti video izahatlarda görüşənə qədər sağ olun, salamat qalın.